Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də nümayəndələri ilə təmsil olunub. 22 ölkənin nümayəndələrinin iştirakı ilə baş tutan konfrans Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər tərəfindən yaradılan Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiridir. Bugün Afrika, Asiya və Cənubi Amerikada yerləşən, inkişaf etməkdə olan ölkələrdə şəhərlərin hələ də müstəmləkəçi güclərinin təsirini əks etdirdiyini görə bilərik. Şəhərlər əsasən resurslarının istismarı və kolonial güclərinin maraqlarına xidmət etmək üçün dizayn olunub. Nəticədə isə yerli mədəniyyətlər zəiflədilib, insanlar öz torpaqlarından çıxarılıb. Yerli əhali çox vaxt şəhərlərin kənar hissələrində yaşamağa məcbur edilib. Bu qeyri-bərabər inkişaf Hindistanın Mumbai, Kenyanın Nairobi, Nigeriyanın isə Lagos şəhərində hələ də davam edir. Yerli insanlar gecə qondularda yaşayır. Məhz buna görə biz gəncləri maarifləndirmək üçün buradayıq. Biz artıq bu günün liderləriyik. Bonjour à tous, je m'appelle Marlene Momo, je viens de la Guyane. Qviyanadan gəlmişəm. Bugünkü müzakirə mövzusu şəhər mühitində dekolonizasiyadır. Mən öz torpaqlarımız barədə yüksək səviyyədə danışmaqdan qürur duyuram. Qviyana gəncləri dekolonizasiya üçün hansı işləri görürlər? Hər şeydən əvvəl deməliyəm ki, Qviyananın ərazisi genişdir. 44 min kvadrat kilometrlik vətənimiz Braziliya və Surinamla sərhəddir. Əhalimiz çox gəncdir. Bugün bu gənclərin tarixi missiyası müstəmləkəçilikdən miras qalmış urbanizasiyanı dəyişməkdir. Burada gənclərin dekolonizasiya prosesindəki rolunu müzakirə edirik. Ölkəmdə bu sahədə bir sıra ciddi çətinliklər mövcuddur. Onlardan biri də əhali artımının həddindən artıq olmasıdır. Bildiyimiz kimi Nigeriya Afrikada ən çox əhaliyə malik ölkələrdən biridir. 240 milyondan çox insan yaşayır. Bu vəziyyət şəhərlərin və ümumi təşkilatın inkişafın sürətinə təsir edir. Çünki insanların böyük hissəsi şəhərlərə köçdükcə burada yaşayış səviyyəsi aşağı düşür. Mənzil qiymətləri yüksəkdir və bir çox insanlar bunu qarşılaya bilmir. Nəticədə isə gecə qondular yaranır. Beynəlxalq əlaqələr üzrə ekspertəm. Qabondan olsam da Fransada yaşayıram. Tarixən mənim vətənim Fransa ilə əlaqədə olub. Çünki bu ölkənin müstəmləkəsi idi. Bugün isə hər iki tərəfin qazanacağı tərəfdaşlıq modelləri üzərində işləyirik. Ağaya tabi olmaq qaydası üzrə deyil. Hazırda urbanizasiya və dekolonizasiya məsələləri qlobal olaraq ön plandadır. Bakı Təşəbbüs Qrupunun yanaşması da təqdirə layiqdir. Bu mövqeyi bir çox ölkə qəbul edir, xüsusilə də Afrika. Buna görə də mən onlara bizim üçün vacib olan məsələlərdə müzakirələrin davamını arzulayıram.